bütün Pəncəli sevənləri salamlayıram. Pəncəlinin ucağına yığışan bütün bacı qardaşlarıma xoş gəldin deyirəm. Gələn ayaqlarınız var olsun. Həmişə siz bizi yad etmişsiniz. Allah sizdən razı olsun. Bütün şəhid analara, şəhid atalara baş sağlığı verirəm. Allah sizə sabır versin. Allah sizə güc, qüvvət versin. Öz övladlarımızı yaşadaq. Bugün mənim kimi danışmaq biraz da həyəcanlıyam. Mənə danışmaq o qədər də düşmür. Çünki bizim millət vəkillərimiz hər şeyi danışdı. Mən bugün bu sevinci bizə bəxş eləyən prezidentimə mən öz təşəkkürümü, minnətdarlığımı